Saçın başım sərgəl deyil. Bəli, qadın olaraq bugün özünüzə nə demək istəyərsiniz? Sağ ol, biz bəyək səhlanmışıq. Heyecanlandım. Ona görə qəşəng yadlaşmışım. Yadımda kameranı zəmin yapışdım. Hələ yaxşı arada siz belə suallar verirsiniz. Yoxsa heç özümə sual da vermirəm, yadımdan çıxıb. Çəkirik uşağı. Prop edirik. Düşürəm. Bir qadın olaraq bugün özünüzə nə demək istəyərdiniz? Demək istəyərdim ki, öz dəyərini bil, hər zaman güclü ol, heç vaxt deyil. Özümə demək istəyərdim ki, təkcə bugün deyil, hər zaman özünü dəyərli hiss et, özünə dəyər ver. Bugün özümə deyərdim ki, hər zaman güclü olursan, yenə də güclü olmağa davam et. Amma eyni zamanda da xoşbəxt ol. Bütün arzularını gerçəkləşdir. Demək istəyərdim ki, səbirli ol və özünə inan və daima səbirli addımla. Ona demək istəyərdim ki, bir riyaziyyatçı olaraq və qadın olaraq demək istərdim ki, unutma ki, sən bütün mürəkkəblərin ən gözəl həllisən. Özümə demək istəyərdim ki, gülümsəməyi unutma, çünki sən gülüşündən ətrafa işıq saçırsan və bu enerjin ətrafı belə deyək də gülümsədir. Ona görə də bu həyatda rol oynadığım üçün özümü fəxr edə bilərəm. Bir qadın olaraq bugün özünüzə nə demək istəyərdiniz? Bir qadın olaraq bugün özümə deyirəm ki, həmişə belə güclü ol, qərarlarının arxasında dayan, inşallah daha da yaxşı olacaq. Demək istəyərdim ki, hər zaman olduğun kimi qal, mərhəmətini, vicdanını heç vaxt unutma və həyatda əsl xoşbəxtliyi tap. Onu demək istəyirəm ki, hər zaman təbəssüm, hər zaman gülüş və daim iş başında olmaq və bir də dahi bir sözümüz var. Qadın gülərsə bütün bəşəriyyət gülər. Həqiqətən də bütün qadınlarımıza həqiqi gülüş arzulayırıq. Bugün özümə demək istəyirəm ki, özünü heç kəsə görə dəyişmə. Sən olduğun kimi yetərlisən. Özümə deyərdim, içindəki işığı qoru, çünki o işıq həm səni, həm də başqalarını aydınladır. Xoşbəxt ol və xoşbəxtlik yarat demək istəyərdim. Dəyərli olduğunu unutma, hörmətə və sevgiyə layiqsin. Bir qadın olaraq özümə demək istəyirəm ki, hər zaman özünə inan, öz qərarlarını özün ver. Təbii ki, ilk başda can sağlığı bu hamı üçün keçərli olan bir şeydir, səbir. Bugünkü gündə özümə demək istəyərdim ki, ən əsası xoşbəxtlik, uğur və əlbəttə ki, ən gözəl günlər hər zaman bizim olsun.